Kosallı Şadlıq Sarayında iftar süfrəsi təşkil edilib. Tədbirdə bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Faiq Nəbiyev, Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Cavid Məhərrəmov, eləcə də digər diplomatik korpusların əməkdaşları, dövlət rəsmiləri, din xadimləri, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər. Ümumilikdə 1000 nəfərin qatıldığı tədbirdə çıxış edənlər iftar mərasiminin həmrəyliyi nümayiş etdirmək, dostluq və əməkdaşlığı təşviq etmək baxımından önəmini vurğulayıblar. Ramazan ayının fəzilətləri barədə söhbətlər açılıb, bu ayın insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırdığını, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət etdiyini diqqətə çatdırıblar. Bugün biz Qardabanı iftar mərasimində iştirak etdik. Bu böyük və möhtəşəm iftar mərasimini təşkil edənlərdən təşəkkür edirik. Qarşıdan gələn Ramazan bayramlarını təbrik edirik. Bu iftar mərasimləri artıq Gürcüstanda bir ənənəvi hal daşıyır. Bu ənənəvi halı qoruyub saxlamaq üçün bizim həm mənəvi, həm dini borcumuzdur. Bu ay bağışlanma ayıdır. Bu ay günahları yürümək ayıdır və mən deyərdim ki, Allah Teala hər bir insanın, hər bir namaz qılanların, hər bir oruç tutanların borcunu qəbul eləsin. Allah Teala qoy elimizdə, obamızda sülh və əmin-amanlıq olsun. Bu ay dünən səhə bu günlərdə əhiydi. Peyğəmbər əleyhissalama Quran nazil olan aydır. Quran da İslam millətinin, İslam xalqının, müsəlmanların, ümumi müsəlmanların ən yol göstərici kitabıdır. Qoy Allah Teala bütün müsəlman dövlətlərinin də sülh və əmin-amanlıq olsun. Bu gözəl günü bizə yaşadan Rəbbimizə həmd-ü sənalar olsun. Bu gün gözəl bir gündür, Ramazan ayıdır, müqəddəs bir aydır. Bu müqəddəs ayda da birlik, bərabərlik ayıdır. Kasıflara, yoxsullara, yetimlərə yardım ayıdır. Və hər il olduğu kimi bu ildə Kosallı Şadlıq Sarayının rəhbərliyi başda Zakirəmi olmaqla ənənəvi halı alan bu iftar süfrəsi açıldı. Bu süfrə demək olar ki, Gürcüstan Respublikasında ən böyük iftarlardan birisidir. Bu 2 ildir ki, bu davam eləyir. İnşallah indən belə də yenə davam eləyəcək. Bu həm bizim bir-birimizi sevməmizin, bir-birimizə hörmət etməmizin, müsəlmanları birlik, bərabərlik içində yaşatmağın ənənələridir. İnşallah bu ənənə davam eləyər. Bu günlərimdə doğrudan Kosallı kəndində keçən ildə olduğu kimi 1000 nəfərdən artıq iftar süfrəsi düzəlir. Ona görə də mən Zakir bəyə minnətdarlığımı bildirirəm ki, bunu artıq ənənə formasına salıbdır. Bütün Qardaban əhlinə də minnətdarlığımı bildirirəm ki, Zakirin, Müşfiqin, onunla bir yerdə olan insanlar hansılar ki, burada çalışırlar, onların dəvətini qəbul elədi, insanlar gəldilər. Əsas odur ki, insanlar qəbul edib, gəlirlər, iştirak edirlər. Bugün hal-hazırda Qardaban rayonunun Kosallı Şadlıq Sarayında böyük izdihamlı iftar məclisi təşkil olundu ki, 1000 nəfərlik din əhlinə, inanc əhlinə iftar süfrəsi açıldı. Bu süfrəyi təşkil eləməkdə, bu cəmaatı bir yerə yığmaqda mən xüsusi olaraq istəyirəm, öz təşəkkürümü bildirəm. Bu günləri Azərbaycanlıların kompakt yaşadığı Qardaban rayonunda və ətraf kəndlərində bu inanclı insanların hamısını zəhmət çəkdilər, bir yerə yığdılar və gözəl Ramazan ayında ilahi ziyafətdə cəmaatı çox gözəl qarşılayıb, gözəl yola saldılar. Məlumat üçün onu da bildirək ki, Kosallı Şadlıq Sarayının rəhbərliyi tərəfindən ötən il Ramazan ayında da 1000 nəfərlik iftar süfrəsi təşkil edilib.